Erməni məsələsi gündəmdədir. Ha? Ermənilərlə barış, ermənilərlə münasibətləri yaxşılaşdırma. Dövlət ərkanı bunun üstündə çıxmalıdır, İlqar, danışmalıdır. Nazirlər danışmalıdır, prezidentin özü münasibət bildirməlidir. Ay qız, gözəl qız, sən gedibsən orada bir erməniyə səs verirsən, deyirsən, hə, sülhdür, bu yaxşıdır, ola bilsin sənə Mədəniyyət Nazirliyindən kimsə deyib ki, ona 12 bal ver. Qucaqlaşmaq niyə? Boynuna hoppanmaq niyə? Sarılmaq niyə? Və yaxud da ki, dünən sırağa günü eşidirəm ki, Almaniya səfirimiz bizim, təsəvvür ola, bax ha, bizim Almaniya səfirimiz, Paşinyan orada səfərdədir axı. Paşinyanı ermənicə salamlayıb. Ötəlisən də sana kişisin. İndi o məsələ gündəm olmadı. Niyəsə? Arkadaş, Paşinyanı ermənicə niyə salamlayırsan? Güya bu sülh yoludur. Qoy elə sülh yolursa Paşinyan Azərbaycanca danışsın da. Köçəryan da Azərbaycanca bilirdi, Sarkisyan da Azərbaycanca bilirdi. Biri bircə kəlmə danışdı, haradasa. Sən niyə gedib Paşinyanı ermənicə salamlayırsan? Mən onu başa düşmürəm. Niyə qardaş? Dərdinin adı nədir? Cavan da oğlandır. İndi bu İlqar gör özünün bərabərində neçə sual gətirir. Bu Paşinyanı ermənicə niyə salamladı? Bu səfirdir. Bunun orada nə işi var idi? Ermənicə salamladısa bu gənc də cavan oğlandır. Bu erməni dilini hardan bilir? Bu cavan uşaqdır. Yaşlı adam olsa deyərdim ki, Ermənistandan gələndir, Ermənistanda yaşayandır, erməni dilini bilir. Bu cavan oğlan erməni dilini harda öyrənib? Azərbaycanda erməni dilində tədris yoxdur. Bəlkə o Ramiz Mehdiyevgilin həyat yoldaşları o Hayastan təşkilatını yaratmışdılar. Bəlkə onların erməni dili kursu olub. Yəni sən, atan balası, sən Paşinyanı səfirsən, ha kişi. Sən sıradan bir jurnalist olsan, sıradan bir vətəndaş olsan, deyərəm əşindi. Cəhənnəm, hətta bu müğənniyə də elə deyirik də, əşindi. Səndən ayın tarixini soruşan var. Səndən ayın tarixini soruşan var ki, sən get ermənicə danış Paşinyanla. Bax, bu şeyləri anlamaq olmur. Dost olaq, niyə olmuruq ki? Əzmişik, ağızlarının üstündən də vurmuşuq, kapitülyasiya da elətdirmişik, problemlərimizi də həll eləmişik. Olaq, dost olaq. Rəzil olmayaq. Ayaqaltı olmayaq. Gülünç vəziyyətinə salmayaq özümüzü. Bambılı olmayaq, bambılı. O vaxt Vəzirov çıxdı, dedi ki, Azərbaycan xalqı gözün aydın, ermənilər Bakıya qayıdır. Vəzirova heç kim sağ ol demədi. Hamı Vəzirova, indi Allah rəhmət eləsin, hamı Vəzirova bambılı dedi. Bambılı olmayaq. Erməni gələcək, sülh olandan sonra Azərbaycanlılar da gedəcək, erməni də gələcək, gedək, gələk, olsun. Amma hüququmuzu verməyək. Gəlib burada ağalıq eləməsinlər. Burada mal, mülk sahibi olmasınlar. Neft işinə girməsinlər. Azərbaycanın strateji heç bir işində iştirak etməsinlər. Qanun olmalıdır. Azərbaycan vətəndaşı verilməsin. Və Azərbaycan vətəndaşları da ləyaqətli olsun. Kişi kimi olsun. Gəlibsən, sən ləyaqətsizsən, sən şərəfsizsən, çünki sən ermənisən. Budur sənin təfəkkürün. 400 ildir anamızı ağladırlar 1-ci Pyotrdan bu tərəfə. Soyqırım, 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 soyqırım. Bunu unutmaq olar. Müharibədir. Fransızlarla İngilislər də 100 il savaşıb. Janla dərd gəldi, o savaşı qutardı. Olsun. Amma ləyaqətli şəkildə özünü Azərbaycan adına, Azərbaycan xalqının ismətinə, şərəfinə, Türk adına layiq aparmaq şərtinlə. Türkiyədə açır da, Türkiyədə də var da ermənilər. Görürük də, hər kəs yerini biləcək. Sənin müğənnilərin, sənin nə bilim biznesmenlərin,
sənin diplomatların, hər kəs erməni ilə davranışı biləcək. Bilmirlərsə, dərs keçəcəksən, dərs. Qayda qoyacaqsan. Bir erməni ilə görüşəndə hansı hərəkət eləmək olar, hansını yox. Yaramazlar. Erməninin boynuna hoppanmaq nədir? Erməni ilə qucaqlaşmaq nədir? Nə ölübsünüz siz belə? Oradan 2 dənə erməni gəlib, burada onları qarşılayıb başını gəzdirirlər, şəkil çəkdirirlər. Elə bil dədələr anıları gəlib, belə sevinirlər. Nə olub? Nə olub? Biz savaşı udmuşuq. Biz erməninin dizini yerə qoymuşuq. Biz kapitülyasiya imzalatmışıq onlara. Səbəblər nə olur olsun arxada. Bəzi sözlər var. Hər versiyanın da haqqı var. Ay danışıldı, ay nə oldu, ay pul verdik. Nə verdik, verdik qardaş. Nə elədik, elədik. Şuşa bizdədir. Azərbaycan ərazisi tamdır. Xankəndi məsələsini həll eləmişik. Yara bağlanıb. Separatizmin kökü kəsilib. Hər kəs özünü ləyaqətli aparmalıdır. Gəlsin da erməni gəlsin, otur, söhbətini elə, de, danış, problem var, müzakirə elə. Özünü onun ayağının altına xalça kimi sərirsən. Niyə yaltaqlanırsan? Niyə ırışırsan? Niyə özünü ləyaqətsiz aparırsan? Sən bir xalqın övladısan. Diqqət olunmalıdır. Əgər mən belə görürəm ki, bu aparıcılar, bu show biznes tayfası, bu müğənniciklər, bu orada burada, baxın, Azərbaycan xalqını, mən onu həmişə demişim, o zümrə ilə, elə bil Azərbaycan xalqı başqa-başqa, elə bil biz bir-birimizi tanımırıq. O show biznes əhlindən elə biz bir-birimizi tanımırıq, elə bil. Diplomat əhlindən elə bil biz bir-birimizi tanımırıq. Sanki bizi idarə edənlərlə biz bir-birimizi tanımırıq. Bu olmaz. Azərbaycanda bir Azərbaycan var. Bir vahid Azərbaycan dövləti. Bir təhsil var. Azərbaycan təhsili. Bir mədəniyyət sahəsi var. Mədəniyyət Nazirliyi. Bir sağlıq sistemi var. Səhiyyə sistemi. Sən Azərbaycanda ayrı-ayrı məktəblər açarsan yanlışdır. Rus məktəbləri yanlışdır. Başqa-başqa məktəblər açarsan burada. Böyük lobbilər üçün yanlışdır. Başqa-başqa sağlıq ocaqları, səhiyyə mərkəzləri açmağa imkan verərsən. Yanlışdır. Dilin, təhsilin vahidliyini pozmaq yanlışdır. Bu da insanları parçalayır. Azərbaycanda indi bir sürü insan var. Qərb yönümlüdür. Azərbaycanın bir hissəsi İran yönümlüdür. Bir hissə Rus yönümlüdür. Belə şey olar mı? Bir Azərbaycanda 3 Azərbaycan, 5 Azərbaycan olar mı? Olmaz. Dövlət, İlham Əliyev danışır. Deyir ki, yeni hədəflər müəyyən eləmək lazımdır. Və ziyalılara da müraciət edir ki, yeni hədəflər ortaya qoyun. Hədəflər budur. Tək dövlət, tək təhsil, tək səhiyyə, tək millət, qardaş. Yəni, biz buna diqqət eləməliyik. Yoxsa özünü bilməyən biri, mən Eurovision'da qalibəm deyə, soyunub bu milləti hörmətsizliyi eləyib, ətcə balası kimi lüt olmamalı. Qaydası var, bir millət, sən hörmət elə da, mən bir məclisə girəndə, elə hərəkət eləməliyəm ki, mənə hörmət eləsinlər da. Yersiz hərəkət eləsəm, tüpürərlər, bir dənə təpik vurarlar, atarlar səni tədbirin kənarına, düzdürmü? Deməli, Azərbaycan xalqına qarşı məsuliyyət hissi yaranmalıdır. Hamıda. Hamı Azərbaycan xalqının qarşısında məsuliyyət daşıdığını hiss eləməlidir. Onu idarə edənlər də, müğənnilər də, aparıcılar da, manistlar da, hamı. Biri Paşinyan'a ermənicə salam verir. Biri Gevorkyanın üzündən öpüb qucağına hoppanır. Bəs siz nə sizə? Hələ bir xalq artisti var. Onun da qızı buradan öpür erməniyə. Buradan öp, buradan öp, buradan öp, oradan öp.
Xalq artistidir, Azərbaycanda rəhmətlik. Ayıb deyilmi? Özdə Azərbaycan xalqının acığını eləyir, ha. Mən sevirəm, bu mənim həyatımdır. Canımı cəhənnəmə. Sevin, amma bu xalqın hisslərinə, bu xalqın tarixinə, ənənəsinə hörmət edin. Qanınızda erməni qanı varsa, özünüzü erməni hiss eləyirsinizsə, o da gözəl. Əla, kim özünü erməni hiss eləyirsə, mərd-mərdanə kişi kimi çıxsın, desin, qardaş, mən erməniyəm. Azərbaycanda yaşayan erməni. Rəhmətli Heydər Əliyev o zaman çıxış elədi, dedi ki, 30.000 gəlirimiz var. İndi o 30.000 gəlin olub 100.000 də yəqin ki. Çıxın deyin ki, erməniyik. Daxili İşlər Nazirliyi də onların sənədlərini yeniləsin, erməni sənədindən yaşasın. Etirazım yoxdur. Amma sən mənim milli hisslərimlə, milli duyğularımla oynama haqqı yoxdur. Oynaya bilməzsən, sən mənim millətimin tarixindən oynaya bilməzsən. Heç kim yalamada 350 əskərimizi 10 dəqiqənin içində əzib keçən Rus ordusunun qətliamını unutmamalıdır. Ermənilər var idi içində. Heç kim 1905-7-ci illəri, 1893-95-ci illəri, 1918-20-ci illəri, 1930-cu illəri, 37-ci il fəlakətini, 1948-53-cü illəri, 1988-90-cı illəri, Qarabağ faciəsini, Xocalı faciəsini, Bağanı Sayırıb qətliamını, Qaradağlı qətliamını heç kim unutmamalıdır. Unutma haqqı ola bilməz. Unutturmarıq. Biz ölərik. Bizdən sonrakılar gələr. Daha güclü gələr. Hər kəs dövlət dərs keçsin. Zəhmət çəksin. Televiziyalar var. Nəyə yarayır o televiziyalar? Nə mənası var o televiziyaların? Televiziyalarda canlı adam kimi verilişlər qoyun ortaya. Çıxsın, hamı danışsın ki, vay da, mən erməni ilə üz-üzə gəlsəm, mən nə eləyim? Kim deyir ki, sən erməniyi döy? Kim deyir ki, təpkilə? Kim deyir ki, vandal ol? Olma. Mədənidir, mədəni ol. O sənə nəvaziş göstərir, sən də ona nəvaziş göndər. Yaltaqlanma, sürtük olma, ayağının altına sərilmə, ləyaqətini itirmə. Ləyaqətini itirmə.